Salam dostlar, bu videoda sizlərə nested if nədir onu izah etməyə çalışacağım. Nested if bir neçə if funksiyasının iç-içə yazılmasıdır. Bundan əvvəlki videoda biz bir şərtə əsasən hesablama aparmışdıq və if funksiyasını köməyi ilə hesablamaları aparmışdıq və bonusları tapmışdıq. İndi isə bizə bir neçə şərt verilir və o şərtə əsasən biz bonusları hesablamağa çalışacağıq. Gəlin funksiyamız yazaq. Yenə də bərabər yazırıq if. Bizə şərt verilir. Burada şərtdə deyilir, əgər satışın miqdarı 3-sə bərabər və ondan azdırsa bonus verilsin. Yox, əgər 300-dən çox 500-dən azdırsa maaşın 20% və 500-dən çoxdursa maaşın 30% miqdarında bizə bonus hesablansın. İlk öncə ilkin şərtimizi qeyd edək. Əgər satışın miqdarı 3-sə bərabər və ondan azdırsa, götürürük buradan D3 eşitdir bərabərdir 300. Bizə şərtdə deyilir bonus verilmir. Bonus verilmir. Yox, əgər bu şərt ödənməsə, biz yenə də yazırıq if. Bu artıq ikinci ifimiz olur. Bizə indi növbəti şərt keçək. 500-dən çoxdursa yazırıq D3 böyükdür 500 olarsa maaşın 30% miqdarı C3 vurulsun 30. Yox, əgər bu şərt də ödənməsə bizə maaşın 20% miqdarında C3 vurulsun 20% və mütərizələrə bağlayıb enter'e tıklayın. Gördüyünüz kimi bizə burada bonusu hesabladı və qaytardı. Yəni həqiqətən də 1100-ün 30% bizdə 330 manat eləyir və burada görürük ki, biz satışın miqdarı 500-dən çoxdur. Ona görə də bizə maaşın 30%-ni qaytardı.